Salam, xoş gördük hər birinizi hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Kurikulum situasiya suallarından davam edirik. Növbəti bir sualımız gördüyünüz sualdır. Sualı dayandırıb özünüz izləyə bilərsiniz. Sonra cavabınızı izaha saxlaya bilərsiniz. Başlayaq. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətləndirmə nəticəsinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Müəllimin bu qərarını necə qiymətləndirmək olar? Deməli, situasiyanı təkrar oxuyuruq. Müəllim bölməni başa vurandan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirir. Qiymətlənmə nəticələrinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimdə narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Yəni, vəziyyəti düzəltmədən, vəziyyəti stabilləşdirmədən, bu səhvlər dolu vəziyyətdə növbəti bölməyə addım atır. Bu qərar doğrudur. Çünki summativ qiymətlənmə nəticələrindən sonra dərhal yeni mövzuya keçmək illik planlaşmaya uyğunluq baxımından vacibdir. Amma bir şey var da, sinifin çoxsul axı nəticəsi zəifdir. Yəni, müəllimin bu addımı yanlışdır ona görə ki, sinifdə bu vəziyyəti görməzdən gəlmiş sayılır. Yəni, bir növ desək ki, heç kim görməmiş, keçək növbəti bölməyə, sanki buna bənzəyir. Nəticələr zəif olsa da, summativ qiymətlənmə nəticələri yalnız rəsmi sənədləşmələr üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Bu yanlış yanaşmadır. Ümumiyyətlə, qərar yanlış qərardır. Nəticələr zəif olsa da, yəni ola bilər zəif olsun, amma biz vəziyyətin bu halı ilə razılaşmamalıyıq da, bunu düzəltməyə çalışmalıyıq. C. Müəllimin qərarı yanlışdır. Aha. Çünki summativ qiymətlənmə nəticələri tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumatlar təqdim edir. Və bu zəif nəticələr əlavə dəstək və korreksiya, yəni düzəlişlər tələb edir. Demək ki, müəllimin yanaşması həqiqətən də yanlışdır. Biz yanlış yanaşması ilə yola çıxırıq və yola çıxdığımız bu yanaşmada da, çünki summativ qiymətlənmə nəticələrinə görə biz yarım illəri, illikləri hesablayırıq və onun əsasında da tədrisin ümumi keyfiyyəti haqqında məlumat əldə edirik. Ona görə də burada doğru əsaslandırma C variantındadır. D-yə baxırıq. Müəllimin yanaşması düzgündür. Ümumiyyətlə, bu yanaşma düzgün yanaşma sayılmadığına görə bunun üzərindən keçdik. Müəllimin qərarı haqlıdır. Xeyr, haqlıdırmı? Xeyr, haqlı deyil. Gəlin qarşısını da oxuyaq. Çünki qiymətlənmə nəticələrini fən kurikulumu ilə deyil, şagirdin fərdi xüsusiyyətləri ilə əlaqələndirmə. Bunun ümumiyyətlə fikir olaraq bu situasiya ilə əlaqəsi yoxdur. Doğru cavabımız oldu C variantı. Belə bir maraqlı sualı izləmiş olduq. Ümid edirəm hər bir kəs üçün faydalı oldu. Görüşərik növbəti sualda. Sağ olun.